Son vaxtlar aramsız yağan yağışlar taxıl sahələrində də müəyyən problemlər ortaya çıxarmağa başlayıb. Bəli, aqrar potensialına görə ölkənin önəmli bölgələrindən sayılan Cəlilabadda da bu problem özünü göstərir. Daha ətraflı video materialdan məlumat alacağıq. Hər il 65 min hektardan çox sahədə dənli bitkilərin yetişdirildiyi Cəlilabadda xüsusilə dəmiyə əkin sahələri üstünlük təşkil edir. Statistikaya görə əkin sahələrinin təxminən 90%-i məhz suvarılmayan, yağıntılardan asılı təsərrüfatlardır. Seyidabazar kəndindən olan fermerlər bildirir ki, son günlər yağışların normadan artıq olması sahələrdə sümbüllərin tam formalaşmasına mane olur. Bəzi ərazilərdə isə kolların yatması müşahidə edilir. Bundan əlavə, rütubətli hava şəraiti taxıl sahələrində pas xəstəliyinin yaranmasına da zəmin yaradır. Bu xəstəlik bitkinin inkişafını zəiflədir, nəticədə məhsuldarlıq aşağı düşür. 2 hektar yer əkmişəm. Keçənləri yaxşı məhsul götürmüşük. 2 hektara hardasa 2 ton 200, 2 ton 300 taxıl götürdüm. Havalar yaxşı keçdiyinə görə çox gözəl məhsul götürdük keçənləri. Ancaq bu illəri aramsız yağış yağdığına görə heç 30%, 25% o 2 hektar yerdən mən taxıl gözləmirəm. Keçənləri 4 ton hektara məhsul götürmüşdüm. Bu illəri gözləmirəm heç nə. Yağış intensiv olmağından əlaqədardır hamısı yağışların. Texnika girə bilməyib, vaxtında dərman vura bilmədik. Ona görə beləncə vəziyyət alınıb. Çox acınacaqlı vəziyyətdir. İçmala vermək də düzgündür. Çünki bu məhvdir, xəstəlikdir bu. Malı da zəhərləyə bilər bu. Aqrar mütəxəssislərin fikrincə, xüsusilə bitkinin tozlanma dövründə yağıntıların çox olması məhsuldarlığa mənfi təsir edir. Bundan başqa, dəmiyə əkinçiliyi hər zaman riskli sahə hesab olunur. Yağıntının normadan az və ya çox olması məhsulun taleyini birbaşa müəyyən edir. Dəmiyə şəraitində yağıntılara zəruridir, ehtiyac var. Lakin bu yağıntılar intensiv və uzun müddətli olduqda bir sıra problemlər yaradır. Belə ki, yağıntılar çox olduqda əkin sahələrində olan çökək yerlərdə yığılaraq su durğunluğu əmələ gətirir və bu su durğunluğu bitkilərin köklərinin inkişafdan dayanmasına, qida maddələrini sora bilməməsinə, eləcə də oksigen çatışmazlığı nəticəsində bitkilərin solmasına, saralmasına və məhv olmasına gətirib çıxarır. Əgər bu əməkdaşlar tərəfindən və yerli fermerlər tərəfindən Dövlət Aqrar İnkişaf Mərkəzinə müraciət olunarsa, bu xəstəliklərə qarşı vaxtında profilaktik tədbirlər aparılacaqdır. Eyni zamanda bu hallar bitkinin tozlanma dövründə, yəni baş verərsə, tozlanmaya mənfi təsir göstərir. Bütün sadaladığım bu hallar gələcəkdə taxıl sahələrində məhsuldarlığın aşağı düşməsinə səbəb ola bilər. Hazırda Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları taxıl zəmilərində aparılan monitorinqlərdə sözügedən fermerlərin təbii şəraitlə bağlı rastlaşdığı halların aradan qaldırılması üçün mümkün tədbirlər həyata keçirirlər. Qeyd eləyək ki, aqrar sektor təbiət amillərindən ən çox asılı olan sahələrdəndir və bu kimi iqlim dəyişiklikləri fermerlər üçün hər zaman ciddi risklər yaradır.